Salam əziz 6-cı siniflər. Deməli səhifə 97 ilə davam edirəm dərsliyimizdən. Burada bizim readingimiz vardır. Oxuyaq və tərcümə edək. Dear Prime Minister, I'm writing to tell you about the changes my family and I can see in our village. Əziz baş nazir, mən sizə ailəmin və mənim kəndimizdəki görə bildiyimiz dəyişikliklər haqqında yazmaq istəyirəm. When my grandparents were teenagers, they loved to run and listen to the birds in the fields. Mənim nənə babam yeniyetmə ikən onlar tarlalarda quşların səsinə qulaq asmağı və qaçmağı sevirdilər. Now there are no birds and there is rubbish everywhere. İndi quşlar yoxdur, hər yerdə zibil var. When my parents were children, the lake near our village was clean and they could swim in it. Deyir, mənim valideynlərim uşağı ikən bizim kəndimizin yaxınlığındakı göl təmiz idi və onlar orada üzə bilirdilər. They could see a lot of fish in the water and they liked to play a game called Count the Fish. Onlar sudakı çoxlu balıqları görə bilirdilər və onlar deməli Count the Fish, yəni balıqları say adlanan oyunu oynamağı xoşlayırdılar. They remembered the day when they counted 100. Onlar hətta 100-ə qədər balıq saydıqları günü xatırlayırlar. Today I'm lucky when I see one fish, but I see a lot of plastic in the water. Bu gün əgər bir balıq görsəm şanslıyam, amma mən daha çox suda plastik görürəm. My friends and I wanted to do something about this. Dostlarım və mən bu haqda bir şeylər etmək istəyirik. We talked to our teachers and now recycle a lot of things we use at school. Deməli, biz bu haqda müəllimlərimizlə danışdıq və indi biz məktəbdə istifadə etdiyimiz bir çox əşyanı yenidən emal edirik. Our teachers say our school wants to stop using plastic, but we need some funding to do that. Müəllimlərimiz deyir ki, məktəbimizdə plastik istifadəsini dayandırmaq istəyirik. Lakin bunun üçün bizim biraz maliyyəyə ehtiyacımız var. And I want to do more. Və mən daha çoxunu etmək istəyirəm. I want to organize a group to clean up the lake. Mən deyir bir qrup yəni təşkil etmək istəyirəm gölü təmizləmək üçün. Can you give us some money for the bags and gloves we need to buy? Bizim ehtiyacımız olan əlcəkləri və çantaları almaq üçün biraz pul verə bilərsiniz. The bags need to be recyclable, of course. Deməli deyir çantalar da həmçinin əlbəttə ki, yenidən dövr oluna bilən, yəni dövrəyə edilə bilən yenidən olmalıdır. Thank you Ben Miller. Sağ olun yazan Ben Miller. Deməli oxuyuruq burada bizim tapşırığımızı. Deyir ki, bu sözləri boşluqlara doldurmalıyıq. The text is a letter to the Prime Minister. Məktub baş nazirə idi. The author of the text is Ben. Müəllifi, author müəllif deməkdir. Deməli, tekstin müəllifi Ben idi. The goals of the text are to describe a problem, give some ideas and ask for help. Deməli, bu mətnin məqsədləri bir problemi təsvir etmək və bir neçə ideya vermək və həmçinin kömək istəmək idi. Daha sonra baxıram ikinci tapşırığımıza. Burada biz verilmiş sözlərdən birini seçməliyik. Deməli, Ben's grandparents think the fields are ya same ya da different seçməliyik. No. Deməli, Benin nənə babasını düşünürlər ki, tarlalar indi deməli fərqlidir deyəcəkdə, öz vaxtlarından eyni qalmayıb da, same eynidir, different fərqlidir, burada olur different. Ben's parents like to play in the when they were children. Uşaq olan vaxtlarında benim valideynləri göldə oynamağı xoşlayardılar. In the lake deyəcək. They are fish near Ben's village now. İndi Benin kəndinin yanında çox balıq yoxdur, not many fish deyərik. Ben and his friends recycle materials at school. Yenidən emal edirlər məktəbdə materialları, əşyaları. Ben bags and gloves to clean up the lake. Deməli, göl təmizləmək üçün onların əlcəkləri və çantaları da azan təbii yoxlarıdır və bunu istəyirlər. Daha doğrusu bunu almaq üçün biraz maliyyə dəstəyi istəyirlər. Daha sonra burada past, present and future var. Yəni keçmiş, indiki zaman bir də gələcək zamanda olan deməli olanları yazmalıyıq sütunlara. Past, keçmişdə birds in the fields, yəni tarlalarda quşlar, fish in the lake, göldə balıqları yaza bilirik. Lake clean up gələcəyə aiddir, həmin gölün təmizlənməsi. Plastic in the water, hal-hazırda suda plastik vardı. Recycling at school, hal-hazırda uşaqlar yazmışdı ki, indi biz yenidən emal edirik əşyaları. Rubbish in the fields, yəni tarlalarda zibil, o da hal-hazırda mövcuddur, present yazmalıyıq. Sonra davam edirəm, bizim burada qaydamız vardı. Deməli, yadınızda saxlayırsınız, like, love, want, need. Bunlardan sonra biz to verməliyik, hansı ki, need həm modal fe'l kimi işlənir, həm də əsas fe'l kimi işlənir. Modal fe'l kimi işlənirsə, özündən sonra to istifadə etmirik.
Amma əsas fe'l kimi işləndiyi halda özündən sonra to istifadə edirik. İndi baxıram burada bizə verilən tapşırıqlara. Present simple bir də past simple da veribdir. Present simple indiki sayda deməkdir, past simple keçmiş sayda deməkdir. Keçmiş sayda zamanda bu fe'llərin sonuna id artırmaqla düzəldirik. Deməli baxın, hamısında to, want-dan, love-dan, like-dan, need-dən sonra to verməliyik. Deməli, I want to organize a group, bir qrup təşkil etmək istəyirəm. You love to listen to the birds, sən quşların qulaq asmağı sevirsən. Our school wants to stop using plastic, deməli, plastikdən istifadəni dayandırmaq istəyir. We like to talk about recycling, deməli, yenidən emal haqqında danışmaq istəyirik. The bags need to be recyclable, yenidən dönüşülə bilən olsun, yəni dövr edilə bilən. Daha sonra burada past simple-a baxıram. I needed to buy bags and gloves, almağa ehtiyacım var, çantalar və əlcəkləri. You hated to see rubbish in the lake, deyir, deməli, sən göldə zibil görməyə nifrət edirdin. My granddad loved to run in the fields. Mənim babam tarlalarda qaçmağı sevirdi. My friends, I wanted to do something about this. Nəsə etmək istəyirdik bu haqda dostum və mən. They like to play a game called Count to Fish. Onlar balıqları say adlanan oyunu oynamağı xoşlayırdılar. Daha sonra baxırıq ikinci tapşırığımıza, şəkillərə verilmiş deməli cümlələri şəkillərə uyğunlaşdırmaq və cümlələrimizin də özümüz düzgün qaydada, düzgün sırayla yazmalıyıq. Baxın, burada ikinci şəklimiz hansı olacaqdır? Victor wants to go outside. Wants to go outside. Victor'la üçüncü şəxsin təkində fe'lin sonuna s artırdıq. Oldu. Victor wants to go outside. Daha sonra üçüncü şəklimizdə hansı olacaqdır? Mahir loves to run on the beach with his dog, iti ilə. O da oldu üçüncü şəklimiz. Və dördüncü şəklimizdə isə my dad and I hate. Burada çünki görsəz iki mübtəda vardı. And-lə bağlantıda hates yox, hate olmalıdır. Hate to see rubbish in the fields. Deməli düzgün oldu. O da 4-ə uyğun oldu. Daha sonra isə burada bizim listeningimiz var. Rainy, yağışlı, sunny, güneşli, cloudy, buludlu, stormy, qasırğalı belə. Daha sonra tufan deməkdir də, storm, qasırğalı, tufanlı hava. Foggy, dumanlı və windy, küləkli, snow isə qarlı deməkdir. Burada listeningdir, amma burada bizim bir tapşırığımız bəli. Bunu listening olmadan edə bilirik. Buna da baxaq. I go to the beach every day in the summer. It's always summer deyirsə sunny here. Deyir, mən yayda hər gün çimməliyə gedirəm, çünki bura həmişə günəşlidir. Last week it was very and people couldn't leave their houses. Deməli, keçən həftə çox stormy, qasırğalıydı hava and people couldn't live. Yəni insanlar evlərini tərk edə bilmədilər. Daha sonra there is water everywhere and so I am wearing my new boots. Deyir ki, hər yer sudur, mən yeni çəkmələrimi geyinirəm. Burada artıq rainy deməliyik. We can't see the sun. Deməli, əgər günəş görə bilmiriksə, it's really cloudy, it's a great day. Buludlu bir gündür. It is really, can you see the trees moving? Hərəkət edən ağaclar görsən, deməli hərəkət edən ağaclar windy, küləkli olmalıdır. Daha sonra I can play the snow with my friends. Dostlarımla qar topu oynaya bilirəm, qar oynaya bilirəm. Deməli hava qarlıdır. I love snowy weather. Deməli bu qədər. Gələn dərs növbəti səhifələri izah edəcəm. Sağ olun.